Sizə biz nəyə görə bugün yarışmışıq? Leadership teamlə danışırdıq və fikirləşirdik ki, bizim ofis üçün nə edə bilərik? Biz hamımız çox işləyirik, hamımız hər gün gündəlik öz işlərimizi görürük, ancaq hərdən necə ki, rəssamlar şəkil çəkirlər, ancaq bəzən bir addım arxaya getmək lazımdır ki, full picture daha yaxşı görəsən. Mən isə bu səbəblə biz Out of Box Session adlı belə bir sessionlar yaratmaq istəmişik. Bizim ilk qonağımız, bizim ilk speakerimiz təsadüfi deyildi ki, Afət xanım seçilmişdir. EY ilin iş adamı 2022-ci ilin qalibi və sosial təsir nominasiyasının qalibi. Bu, ümumiyyətlə, bizim EY ilin iş adamı müsabiqəsində yeganə bir кейsdir ki, eyni adam həm nominasiya qalibi olubdur, həmçinin ümumi qalibi olubdur. Nəyə görə qalib olubdur, Afət xanım danışacaq, öz uğur hekayəsini necə başlayıbdır və s. Görüşümüzün məqsədi ondan ibarətdir ki, biz bir insanın misalında bütün bu nümunələri özümüzə apply edək və bizə hər birimiz işimiz zamanı əlavə bir motivasiya alaq və başa düşək ki, biz nəyə görə ümumiyyətlə bütün bunları eləyirik və nəyə görə eləsək, hara gəlib çıxacaq. Sözü verəcəm sizə, Afət xanım, buyurun. Çox sağ olun ki, həyatımın ən gözəl dəqiqələrindən birini yaşamışdım həmin gecə. Çünki mən bilmirdim ki, mən qalib olacağım. Hamı da deyirdi ki, bəs ümumi qəbul olunmuş bir qaydadır ki, nominasiyanı qəbul titulunu qazanmır. Və mən oturmuşdum, gözləyirdim, birinci verdilər IT şirkətinə, ikinci verdilər hər innovasiya və s. Və mən düşünürdüm ki, həm deyirdim ki, ilahi, mənim də adım çəkilsin. Eyni zaman deyirəm ki, yo, çəkilməsin. Çünki bilirdim ki, nəsə bir şey qazanmaq istəyirəm, təbii ki. Çünki EY elə belə şirkət deyil. Dünyanın böyük dörtlüyünə də mənim üçün aşağı-yuxarı ölümə bərabər bir şeydir. Normalda mən nə axtarıram? Həlli mümkünsüzə yaxın olan məsələlər və yaxud da mümkünsüz olan məsələlər, mən artıq orada özümü mən getdim. İlk qardaşım məndən işləyir, satış meneceridir. Mənə baxıb, mən deyir ki, mən də səni başa düşmədim də, indi iş başlayır, mənim işim yoxdur. Mən bir də gələcəm gecə, smen dəyişəndə, axşam 6-da gəlir, gecə onun qadın kişi fərqi yoxdur. Eləyə bilməyəcəyi heç nə yoxdur. Ölümdən başqa hər şey çıxarır. Gəlirsən, mən bu biznesi başlayanda, onu mənə deyərdi ki, nə işin gücü qurtarmışdı, normal ailəm var, normal iqtisadi vəziyyətim var, mən ümumiyyətlə ömrümün sonuna qədər işləməyə bilərdim, çox rahat da yaşaya bilərdim, hər şeyim var. Mən aylıq bir neçə min manat, söhbət onun 11-ci ildən gedir. Yəni, onda pulun dəyəri daha çox qoyur. Təsəvvür edə bilirsiniz, hara gedirəm bilmirəm, niyə gedirəm bilmirəm. Bağışsız yerə gedirəm, mən heç nə maaşım var, nə ofisim var, heç bir şeyim yoxdur. Və həmin vaxtda mən orada qərar vermişdim. Mənim kimi adamlar isə, anormal adamlar, qərar verməkdən qorxurlar. Allah hətta bilmir. Həqiqətən. Kasıb ailədən çıxmış bir qız universitetə girməyə qərar verir. Mən istəyən vəziyyətdən çıxa bilərəm. Çünki hər şey mənim əleyhiməydir. Başa düşürsünüz. Biri var ki, bütün şərait var. Biri də var ki, şərait yoxdur. Və sən buna rəğmən, buna rəğmən dirənirsən, gedirəm. Və istədiyi alırsan. Həmin an nirvana deyilən bir his var. Həmin an çox çəkmir. O sənin həyatında dərin izlər buraxır. Bir neçə dəqiqə çəkə bilər, bir neçə saat çəkə bilər, bir neçə saniyə çəkə bilər. Amma o moment tip gedir sənin həyatında və o sənin o birisi uğurların üçün bayraqdır, bacarıqdır. Və iri iş adamını qazananda mən o hissi yaşamışdım ki, bəli. Çünki mən orada dövrəyəsi ən balaca olan şirkətim. Aparın, verin behini, pritom behini verib kağızı götürənə qədər də mənim istənilən də SMS-mə də telefon zənglərimə çaşıb cavab verirsiniz. Bir də mən fikrimi dəyişərəm. O mənim həyatımda verdiyim ən doğru qərar adımdır. Bugün mən özümü çox güclü hiss edirəm, çünki mənim infrastrukturum var. Bax, mən bu fabrika almasaydım, yerim balaca olardı, mən başqa layihələrə girməyə ürək eləməzdim. Tamam, entuziazm var, ambisiya var, bəs infrastruktur. Axı göydən gəlmir bunlar. Axırda nə oldu? Mən böyük layihələr götürdüm. Mən X5 Perikliostika həmin il elə bilirəm. Это называется Success Hungry. Xanım, sizin adınız nə? Leyva. Leyva xanım. Sizi burada alayım mən. Nə sizi burada alayım? Sizi bir stimul verib belə ortaya çıxardan nə olar? Мне тоже интересно. Nərmini bilirəm, istəsin. Mən ondan çox yaxşı təcrübəm var. Və mən onu Dubayda gördüm və sən yanına gəlir mən necə onu dedim, necə enerjini biz çəkdik. Siz cavab vermədən qabaq mən deyim.
Mən Nərminlə tanış olanda, danışanda, mən dedim ki, Nərmin, sən başqa auditor ola bilərsən. Your professional skills have no question. Başqa cür sən İY'də işləməzdin. Bu günəş işığı görməsi lazım gözləyir. İY'də özünüzə günəşli yer tapın. Ola bilər ki, bugün siz oturmuşsunuz audit departamentində. Çox yaxşı auditorsunuz, çox yaxşı işlər görürsünüz. Amma burada auditor deyilsiniz. Burada başqasınız. Gör necə gül açdı. Auditor olsaydı heç vaxt belə olmazdı. İndi istədiyi işləri, istədiyi pozisiyadadır. İnsanlarla danışır, insanların potensialını açır və ondan zövq alır. Ondan zövq aldıqca özü inkişaf edir. Başa düşürsünüz. Ola bilər ki, siz düşünürsünüz ki, okey də, mən bugün buradayam, sabah ne, bəlkə oturmuşam da oturduğum yerdə, mən böyümək istəmirəm. Yox, istəyirsən, sən prosto qorxursun. Lazım deyil. Nə vaxt nədənsə çəkilir qorxsaz, fikirləşin ki, она не умерла, то есть я. А я должна была давно yox olmaq. Вы можете себе представить, что это такое для женщины в Азербайджане, Гадын Харлага? Я в таком, по экономическим законам, я не должна существовать. Но я существую, я процветаю. Я расту. Dünlərin bir günü, uca mən demirəm ki, Господи, mən bir dənə bu ildə heç olmasa bir 10.000 manatların profitim olardı. Ben onu demiyorum. Ben bugün sen ne diyorum? Ага. Birinci наезде yaşadım. Это как Первая, Вторая мировая война. Выжил. Да. Он знает, что есть спрос, есть богатые, хорошие, дорогие бренды. Люди не могут себе позволить, потому что это дорого. Сразу увидел, что, сделаю аналогию подешевле, буду продавать по тебе бабки. А он видел то, чего не существует. Как Генри Форд, Паша Шусан. Это целая новая индустрия. Его не существует, его надо создать. Он это сделал, и он дерзнул. И притом IBM-dən müqavilə bağlayanda, и он вроде biri də var ki, sənin öz Azərbaycanın qayıdıb deyir ki, yerli malda yoxluq istəmirəm, keyfiyyətsizdir. Başa düşürsən? Öz adamı, öz malını bəyənmirsə, başqası necə tanımı bəyənir? Ну вот это сказать. Представь, чего это мне стоит. Я лично продавала, представь, мен. Человек, который работал менеджером, человек, который чухмасан в хорошем слое общества относится и финансово, и социально. Я в маркете 9-м микрорайоне там. Я там стояла в переднике и продавала свои продукты как базарная баба. Потому что mən bilirdim ki, bu olmalıdır, belə deyil. Наши продукты самые лучшие. Когда я убедила своих, я подумала, ага, теперь надо убедить всех остальных. Gedirik ixracat, gedirik sərgilər. Hünəri çatardı bir fransızın, gəlib baxardı. Bizim nikogda не забуду. 2017-ci il Siyal sərgisində.